Deməli, keçən dəfə sizə ümumi Framer nədir, Framer'ın temple'larını necə götürürük, işlədirik falan bu hissəni başa salmışdım. İndi temple'ları hardan daxil oluruq o hissəni bir də göstərəcəm. Daha sonra da sıfırdan bir proyekt yaradıb onun üstündə necə işləyirik buna baxacağıq. Əvvəlcə öz workspace-imizdə update hissəsinə klikləyəndə gəlir bizdə Framer'ın səhifəsinə atır, öz səhifəsinə. Burada da biz resurslardan marketplace-ə keçid edəndə burada templates and plugins yazılıb. Bu hissəyə keçid edəndə biz burada həm templatelərə, həm də pluginlərə baxa bilirik. Buradan templateləri seçirik və bizə bəzi seçimlər verir. Məşhur, son paylaşılanlar, son nə zaman paylaşılıb, ödənişli və ya ödənişsiz olması və s. Buradan istədiyimiz template-i götürüb seçib öz workspace-imizə əlavə edə bilirik. Temple'lar belə götürülür. Daha sonra gəlirik workspace-imizə, təzə bir proyekt yaradırıq. Basıram New Project-da yeni bir səhifə açılır. Bu hissələr elə Figma ilə də oxşardır. Yeni səhifə açılanda bizdə görürsünüz ki, ancaq desktop açılır. Buradan üstəgəl işarəsini basıb tablet və fon versiyalarını da yarada bilirik. Ya da ki, custom olaraq özümüz yeni bir ölçü ilə yeni bir frame yarada bilirik. Burada desktopda elə keçən dəfə də göstərdiyim kimi burada page hissəsi var. Bizim səhifələrimizdir. Səhifə əlavə edə bilirik. Səhifələrimizi buradan silə bilirik. İndi bir dənə səhifə silmək deaktivdir. Kopyalaya bilirik, duplicate edə bilirik və s. Daha sonra laylar var. Biz burada nələrsə əlavə elədikcə burada laylar üzərində də işləyə bilirik. Yəni elə burada da assetslər var. Bu hissə demək olar ki, Figma ilə eynidir. Sadəcə Figmada laylar aşağıdadır, page ilə assets yuxarıdadır. Yəni cüzi görüntü dəyişiklikləri var, amma ümumi olaraq məhz oxşardır. Yəni Figmada işləyə bilirsinizsə, Framer'da da rahatlıqla işləyə biləcəksiniz. Burada gəlirəm. Burada gəlirəm, üstəgəl işarəsinə basıram. Mənim burada start hissəsində page'lərim, sectionlarım, navigation'ım, menyularım, digər elementlərim və s. var. Deməli, page'lər mən istəsəm bura bir dəfəlik, məsələn, nə göstərək. Elə ən başdan başlayaq. Məsələn, mən landing page yaradacağam və hissə təzədən sıfırdan rectangle-lar çəkib, şəkillər əlavə edib, yazılar yazıb, şablonu da sıfırdan qurmaq yerinə buranın rahat hissəsi odur ki, rahat formada şablonlardan istifadə edib vaxtımıza qənaət edə bilirik. Burada landing page əlavə edirəm. Görürsünüz, həm desktop versiyası, həm tablet, həm də fon versiyası özü avtomatik olaraq gəlir. Yəni elə bu səhifənin üstündən davam edək. Burada bizim bilirsiniz ki, navigation barımız olmalıdır. Gəlirəm elə buradan navigationlara baxıram. Light moddan bir dənə ilk navigationu seçirəm və gəlirəm burada yuxarı hissəyə əlavə edirəm. Burada nəsə əlavə edəndə gəlir ən aşağı hissəyə düşür. Yəni ardıcıllıqla əlavə edeyim çünki. Ən yuxarı hissəyə çəkirəm və özü gəlir, uyğunlaşır, səhifədə yerini alır və s. Daha sonra baxıram ki, burada nələr var. İstəsəm, məsələn, görürsünüz, burada da mən page əlavə edəsəm də page özü də sectionlardan ibarət olduğuna görə mən istəsəm buradan hər hansısa bir sectionu silə də bilirəm ki, yəni, bu hissəyə mənim ehtiyacım yoxdur və yaxud da eyni formada gəlib buradan section əlavə edə bilirəm ki, məsələn, burada loqolardan sonra nə əlavə edək? Məsələn, deyək ki, hər hansısa bir tətbiq yaratmışıq. İstəyirəm ki, burada mənim qiymətlər də, yəni abunəliklər də görünsün. Əlavə edirəm, sonra fikirləşirəm ki, suallardan üstü olsun ki, insanlar rahat görə bilsinlər. Məsələn, gəlib əlavə edirəm, artıq bura hazır yerləşir. Nə ürəyim istəyirsə, buradan tekstləri dəyişib yerləşdirirəm. Framer'ın işlənməsi həm daha rahatdır deyə. Əlbəttə ki, şablonlar çoxdur, templatelər çoxdur. Figmada bir çox şeyi sıfırdan özümüz yaratmalıyıq ya da ki, özümüzün əvvəldən yaratdığımız proyektlər olmalı ki, onları da istifadə edək və s. Yəni, elə işlətmək daha rahat olur. Amma burada artıq hazır sıfırdan bir şey eləməyimizə çox da ehtiyac qalmır. Rahatlıqla götürüb istifadə edə bilirik deyə vaxtımıza da qənaət etmiş oluruq. Daha sonra, məsələn, elə burada, baxın, gəlirəm, loqonu dəyişə bilirəm.
Nəysə dəyişmək istəyəndə, tutaq ki, buradan loqonu dəyişmək istəyirəm. Bunlar hamısı özü bir baxın desktopun içində hamısı ayrı-ayrı sectionlardır və tekstlər və şəkillər üçün onun içinə daxil olaraq dəyişir komponentlərdə. Gəlirəm, daxil oluram komponentin daxilinə. Sonra gəlirəm burada loqo hissəsinə, loqoya daxil olub loqonu istədiyim kimi dəyişə bilirəm. Framework çıxartdım buradan. Yerinə nə əlavə edək? Gəlin bir dənə baxın yuxarıdan ulduz əlavə edək. Məsələn, ulduzu seçdim, gəldim, bura əlavə edirəm. Shift-i sıxıram ki, eyni ölçüdə böyüsün, balacalaşsın. Bunlar da Figma ilə eynidir. Daha sonra məsələn rəng əlavə edeyim, sarı bir rəng verim. Bir sarı rəng əlavə elədim. Artıq bu bizim loqomuz oldu hər üç tərəfdə. Daha sonra burada istəsəm page-lərin adlarını da dəyişə bilirəm. Məsələn, bura deyək ki, home page. Məsələn, bura kontakt as yaza bilərəm və s. kimi istədiyim, yəni hansı səhifələrdən istifadə edəcəmsə, onları əlavə edirəm. Landing page-ə şirkətin adını yaza bilərəm ya da başlıq kimi nəsə əlavə edə bilərəm. Məsələn, Framer dərslik əlavə elədim. Daha sonra buradan şəkil əlavə edə bilirəm. Şəkildə üstünə 2 dəfə kliklədim, fill kimi. Hər hansısa bir rəng də əlavə edə bilərəm, gradient də əlavə edə bilərəm. Görürsünüz, bir neçə növdə qradiyentlər var və şəkil də əlavə edə bilərəm, istədiyim hər hansısa bir şəkli. Baxın, burada görürsünüz, şəkil əlavə eləməyə pluginlər də əlavə olunub. Yəni şəkli əgər öz desktopunuzdan seçməyəcəksinizsə, bir dəfəlik pluginlərlə nümunə bir şəkil qoya bilərsiniz. Burada da bir neçə AI-lar və veb saytlar yerləşdirilib. Məsələn, Lumia basırıq. Bu saytı ilk dərslərdə göstərmişdim, ancaq AI ilə hazırlanır bütün şəkillər və müəllif hüquqları problemləri olmur da hamısını süni intellekt yaratmış olur. Məsələn, belə bir şəkil əlavə edirəm. Gəlir, yerləşir, hazır, rahat. Daha sonra məsələn, yazıları dəyişə bilirik, butonun üstünə yaza bilirik və s. Loqolar əlavə edə bilirik. Bir istədiyimiz bütün tekstlərini dəyişib şəkillərini əlavə edə bilirik. Mənim də öz saytımda keçən dərs göstərmişdim sizə. Burada da görürsünüz, eyni formada loqolar əlavə eləmişdim. Burada mən bildiyim toolları əlavə eləmişdim. Yəni siz də onsuz da bütün applərin ya da şirkətlərin loqolarını HD formatında, istədiyiniz formada tapa bilirsiniz. Xüsusən də məşhurları rahatlıqla bir-birlərinə bir neçə növdə tapa bilirsiniz loqoları, onları yerləşdirə bilirsiniz. Yəni, belə şirkət tipli saytlarda da əməkdaşları göstərmək üçün istifadə olunur. Daha sonra yeni şəkillər, yeni xidmətlərimiz və s. kimi əlavə edib rahatlıqla daha sonrasında publish edə bilirsiniz. Burada deyək ki, sectionlar, navigation, menyular falan əlavə edədiniz. Daha sonra əgər nəyisə bəyənməsəniz, nəsə bir şey əlavə edədinizsə, baxın burada kreativ elementlər də var. Time date göstərə bilərsiniz, countdown edə bilirsiniz, yazılar yaza bilirsiniz və s. Media əlavə edə bilirsiniz, videolar, YouTube-a keçid linki qoya bilərsiniz ki, bəzi səhifələrdə olur, bir dəfəlik nəsə araşdıranda falan Google-da da çıxır, YouTube videosu olduğu göstərir, basanda üstünə bir dəfəlik video açılır, yəni YouTube-a yönləndirmədən. Onun üçün istifadə edə bilərsiniz. Daha sonra animasiyalar əlavə edə bilərsiniz, audiolar əlavə edə bilərsiniz, forumlar əlavə edə bilərsiniz. Görürsünüz, burada bəzi forum hissələri, saytlara da yerləşdirilib ki, rahatlıqla oradan nəsə import edə bilərsiniz, ikonlar əlavə edə bilərsiniz. İnteraktiv slide-showlar, karusellər və s. Məsələn, gəlin karusel də əlavə edək. Karusel əlavə edəndə ölçülərini, itemları əlavə edirik. Yaradıb itemları əlavə edirik bir-bir. Daha sonra karusel yarada bilirik. Sosial media linklərini yerləşdirə bilirik. Daha sonra da nəysə, baxın, table açmaq, başqa saytlarla əlaqələndirmək və s. kimi işlər də həyata keçirə bilirik. Yəni, ümumiyyətlə, sayt yaratma hissəsi demək olar ki, bu formadadır. İndi
mən sizə izah edəndə ümumi necə yerləşdiririk izah edim. Çünki bir əslində gəlin bu page'ləri falan da izah edeyim. Yəni Figma'da anlayışınız var deyə belə xırda üstündə durmadım. Page hissəsində də görürsünüz ki, hidden'lar, burada logo hissəsi, features, pricing, frequent asked questions və s. kimi hissələr də burada rahatlıqla görünür. Laylar formasında Figma'dakı kimi istədiyinizi girib buradan dəyişə bilirsiniz. Yəni görürsünüz, qruplaşdıra bilirlər, layout'a sala bilirsiniz və s. Hamısını yerləşdirirsiniz. Daha sonra məsələn hər hansısa bir teksti götürək. Burada link əlavə edə bilirsiniz ki, həmin tekstin üstünə basanda linklə başqa bir sayta açsın. Məsələn bunu Instagram ya da email-la edə bilərsiniz ki, email tekstinə link əlavə edib bunu da mail into və s. kimi bir link formasında yazırsınız. Basanda bir dəfəlik mail hesabını maila atıb mail göndərməyi açır və yaxud Instagram hesabınızı, LinkedIn hesabınızı bu formada əlavə edə bilərsiniz rahatlıqla. Daha sonra pozisiyasını necə hansı tərəfə uyğunlaşsın onu qeyd edə bilirsiniz. Uzunluğu, ölçüləri və s. effektlər əlavə edə bilirsiniz. Kursoru dəyişə bilirsiniz. Məsələn üçün bu da maraqlıdır. Web kursor olanda ümumi saytda hər hansı bir hissəyə ümumi saytda kursorun necə görünəcəyini göstərir. Amma siz istəsəz bunu ümumi default da qoya bilərsiniz ya da özünüz də təyin edə bilərsiniz ki, bu web üçün olanlardır. Custom olanda da istədiyiniz hər hansısa bir komponenti əlavə edə bilirsiniz ki, bu formada istifadə edeyim kursoru. Daha sonra style'lar var, transform var, yəni sağa sola çevirə bilərsiniz. Tekstin öz style'ları var. Font seçə bilirsiniz, qalınlığını seçə bilirsiniz, rəngini seçə bilirsiniz, ölçüsünü, line height'ini və s. Align və s. kimi funksiyaların hamısını seçə bilirsiniz, yerləşdirə bilirsiniz. Yəni demək olar ki, Figma ilə eynidir, oxşardır. Daha sonra elə burada gördüyünüz kimi üstəgəl işarəsinə baxır, seçəndə sectionları, page'ləri falan özü hamısını responsivliyə uyğun olaraq düzəldir. Yəni bu barədə də rahat olursa ki, artıq hazır formada desktopu yıxıb bitirəndən sonra tablet və telefon modunda da rahatlıqla istifadə edə bilirsiniz. Daha sonra burada Untitled'a basıb proyektinizə ad verə bilirsiniz. Daha sonra da publish edə bilirsiniz. Yəni saytı yığdınız, qurtardınız, hər şeyi əlavə elədiniz və s. Publish edərək saytı keçəndə göstərdiyim kimi artıq link formasında aktivləşdirə bilirsiniz. Belə. Məncə mənim bugünlük izah edəcəyim hissə bunlardır. Yəni ümumi sayt necə yaranır, sectionlardan, page'lərdən falan necə istifadə edirik və s. Necə idi?